Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə Səsli Qız əsərinin müzakirəsini aparacağıq. Nəzərinizə çatdırım ki, müzakirə zamanı bir sıra detalları mən xüsusilə vurğulamaq istəyirəm. Hansı ki, dəfələrlə şagirdlər və müəllimlər tərəfindən bu suallar gəlir. Məsələn, suallardan biri belədir ki, Səsli Qız və Sara obrazı eyni obrazdırmı, yoxsa bunlar fərqli-fərqli xanımlardır, fərqli-fərqli insanlardır. Belə suallar çox olur və mən də istədim ki, həm Əhməd Cavadın çox maraqlı poeması olan Səsli Qızı həm şagirdlər, həm də müəllimlər üçün nisbətən asanlaşdıraq. Əslində, hal-hazırda izlədiyiniz bu təhlil sırf blok imtahanına uyğun təhlildir. Müəllimlər üçün daha orijinal, daha geniş variantdan biz inşallah ki, önümüzdəki günlərdə təhlil vermək istəyirik və orijinal deyəndə burada görürsünüz 8 səhifə qabağımıza çıxır. Burada əvvəli var. Burada isə birbaşa baxın, oxudum tarixlərdə hissəsi ilə başlayır. Müəllimlər üçün olan PDF-də isə o bura gəlib çıxır. Yəni ki, səhifənin nisbətən aşağı hissələri. Amma deyim ki, müəllimlərimiz də bu izahla belə qane ola bilərlər. Yəni bir dəfə bunu müəllimlər oxusun, sonra gəlsin, buradan da deyək ki, bizim təhlilimizi izləsin. Deməli, uşaqlarım da çox çətinlik çəkmişdi bu əsərdə. Yadıma gəlir, bəzi suallar var idi ki, onlar deyək ki, mübahisəli sayılırdı. Bu kitabda da əvvəl problem yaratmışdı, amma indi kitabda da olan dəyişikliklər əsasında biz bunu müzakirə edəcəyik. Hər şeydən əvvəl təhlildə olan bir cümləni sizə göstərmək istəyirəm. Gəlin həmin cümləmizi tapaq və onu müzakirə edək. Deyir ki, baxın. Sonrakı təsvirlərdən aydın olur ki, bu qızın səsinin, yəni bir anonim obrazımız var. Bu məlum deyil, kimliyi bizə bəlli deyil. Bu bir qızdır. Qızın səsinin şairi cəlb etməsi təsadüfi deyilmiş. Qızın səsi şairə ona görə güclü təsir edibmiş ki, o belə gözəl səsin insanları zülmdən, ölümdən xilas edə biləcəyindən xəbərdar imiş. Baxın, önəmli hissə buradan başlayır. Şair kitablarda, yəni dırnaq arasında tarixlərdə Sara haqqında oxuduğu əhvalatı səsli qıza danışır. Fikir verin. Gördünüzmü? Və bu cümlə bizə artıq kömək edir ki, dəyişikliyə getmiş bu cümlə bizə kömək edir ki, biz artıq bir qaranlıq sualın həllini verə bilək. Deməli, səsli qız başqadır və Sara başqadır. İndi belə düşünün uşaqlar, mən sizi qoymuşam qabağıma. Bəy ola bilərsiniz, xanım ola bilərsiniz, heç bir fərqi yoxdur. Və sizə bir şey haqqında danışıram. Bu rəvayət ola bilər, filankəs o filankəs haqqında. Eynən bu cür. Müəllif sanki səsli qızı qoyur qarşısına və ona tarixlərdə baş vermiş o, deyək ki, amansız müharibələrin olduğu bir dövrdən nümunə gətirir. Gəlin elə başlayaq birinci hissədən. Oxudum tarixlərdə qan içən bir hökmdar bir ölkəni amansız eyləmişdi tarimar. 6 aydan çox sürən qanlı bir mühasirə tutulmuşdu çox acı basqına birdən-birə. 100 minlərlə atılan can yağısı oxları dişləri ilə çeynəyib sərilmişdi çoxları. Doğranmış əllərində qırıq qılınc qəbzəsi boğulmuşdu köysündə igidlərin son səsi. Bura kimi oxuduğumuz hissədə bizə nə aydın olur? Deməli, 6 aydan, baxın tam 6 ay deyil, 6 aydan az deyil, 1 ay deyil, 2 ay deyil, buna diqqət. 6 aydan bir qədər çox sürən bir mühasirə var və biz görürük ki, iki tərəf var. Qan içən bir hökmdar yapışıb məzlumların yaxasından onlardan əl çəkmir və biz müşahidə edirik ki, onları 6 ay boyunca mühasirədə saxlayıb və qəfildən elədiyi bir basqınla bu mühasirə sona çatıb və deyək ki, qan içən hökmdarımız mənfi tərəf qalib gəlib. Və burada da məsələn can yağısı oxları dişləri ilə çeynəyib sərilmişdi çoxları. Fikir verin ha. Yağının bir digər mənasını biz düşmən olaraq da verə bilirik. Yəni düşmənlərin oxlarını bəziləri dişləri ilə çeynəyib. Hətta deyir ki, doğranmış əllərində qırıq qılınc qəbzəsi. Qılıncın sap, qulp olan hissəsindən söhbət gedir. Və deyir, boğulmuşdu köysündə igidlərin son səsi. Burada gözəl deyək ki, ifadə olunub bu qətliam.
İndi biraz pis çıxdı, sanki qətliamı gözəl təqdim edirik. Xeyr, yəni müəllifin ifadə etmə tərzi bizə həqiqətən necə bir vəhşiliyin hökm sürdüyünü göstərir. Yəni burada bir deyək ki, müharibə səhnəsi varmı? Var. Yurdunu verməyənlər doğranmışdı xınça-xınç. Tökülmüşdü yerlərə dağ kimi qalxan qılınc. Deməli fikir verin ha. O qədər qalxan qılınc yığılıb ki, o sanki bir dağa çevrilmişdi. Yəni burada igidlər mübarizə aparırdı. Biz deyə bilmərik ki, məsələn bizim deyək ki, bu məğlub olmaqda olan xalqımız heç bir mübarizə aparmayıb, nə bilim hökmdardan qorxub elə birbaşa təslim olub. Bunlar yəni 6 aydan çox sürən bir mühasirədən söhbət açırlarsa, bu cür ölüm hadisələrindən danışırlarsa, deməli əməlli başlı nə ediblər? Sinə gəriblər düşmənə, amma təəssüf ki, uğurlu olmayıb. O yanda qanlı gövdə, yəni bədən. Bu yanda gövdəsiz baş, fikir verin. Bədən var, baş bir tərəfdədir, bədən bir tərəfdədir. Yüz minlərlə qız-qadın dağılmışdı düzlərə. Qız-qadınlar da təbii ki, müharibədə bilirsiniz. Onlar iştirak etmir, amma onlar nə ediblər? Düzlərə düşüblər, yəni nə etsinlər? Ölüm rəngi çökmüşdü saralan üz gözlərə. Cənnət kimi bir ölkə məzarlığa dönmüşdü. Burada da bir təzad var. Yəni ölkə çox gözəl bir ölkə olmasına baxmayaraq bir anda nə olur? Bu müharibə ilə sanki məzarlığa çevrilir. Bir çox evlər yıxılıb, xanimanlar sönmüşdü. İşlənməmiş qalmadı bir cinayət, bir günah. Bizə fikir versəniz, hansı əsəri xatırladır? Hansı ki, sizə biraz köməklik edeyim, nisbətən müasir dövrdür, bizə yaxın bir dövrdür. Azərbaycanın başına gəlmiş hadisələr əsasında, xüsusən 90-cı illərdə baş vermiş hadisələr əsasında yazılmış bir əsərə bənzəyir. Fikir verin. Hansı əsərdir bu? Şərhlərdə yazarsınız və hansı ortaq cəhətlər olduğunu da qeyd edən olsa, ona əhsən. İşlənməmiş qalmadı bir cinayət, bir günah, əzmişdi insanlığı ordusu ilə padişah. Fikir verin, biri var mərdi mərdanə vuruşasan, biri də var ki, məsələn, ermənilərin elədiyi kimi, əhalini belə qan qusmağa məcbur ediblər. Haqsızlıq oldu qanun, yıxıldı xanimanlar. Fikir verin ha, haqsızlıq qanuna çevrilib bunun düşüncəsində. Əskərsiz komandalar qırıb atdı yayını, fələk döndərdi zəhrə bu ölkənin payını. Gülmək zaten yox idi, ağlamaq oldu yasaq. Zavallı məğlub ölkə, sənə nə hüquq, nə haqq. Deməli, bunların tək mübarizəsi elə müharibə meydanında deyil. Hələ bunun sonrası da var uşaqlar. Sonrasında nə baş verir? Bunlar zaten gülə bilmirdilər. Zaten hərənin evində bir yaz, hərə bir deyək ki, ərini, yoldaşını, oğlunu, atasını, babasını, hərə bir kişi itirib. Hərə bir insan itirib həyatında və təbii ki, bunlarda zaten gülmək olmayacaq, ağlamaq da ümumiyyətlə yasaq oldu. İndi görək niyə? Niyə yas tutmaq bunlara icazə verilməyib? Niyə yas tutmağa icazə verməyiblər? Ertəsi gün çox erkən yuyuldu qaldırımlar. Şallaqla güldürüldü hıçqırıqlı bir diyar. Yuyuldu divarlara sıçramış qan ləkəsi, vay səsi susturuldu. Əmr edildi toy səsi. Vay da, yəni yas mərasimini bildirir. Fikir verin. Burada da insanları bir növ zorakılıqla, zorla nə edirlər? Sanki güldürürlər. Güldürmək o deyil. Klon çıxsın qarşımıza, təhək çıxsın qarşımıza güldürsün bizi. Elə deyil. Sadəcə olaraq hazırlıq gedir. Kimin gəlişinə hazırlıq gedir? Yəni sən özünü xoşbəxt göstərmək məcburiyyətindəsən, ona görə ki, sənə yeni bir padşah gəlir. Hər nə qədər qan içən bir padşah olsa da. Haqqı yoxdur kimsənin söz deyib dərd açmaya, bəzənib çıxmalıydı gələnlər ağlaşmaya. Döndü oldu qəhqəhə, qan qusan hıçqırıqlar, çiçək səpəcək oldu bütün qəlbi qırıqlar. Fikir verin. Bilirsiniz də, o dövrdə padşahların, deyək ki, böyük rütbəli şəxslərin qarşılanma mərasimində həqiqətən çiçək səpmək kimi və s. adətlər var, qarşılanma etməli idi. Və bu qarşılanmaya hazırlaşmaq məqsədi ilə nə edib? Onlar bu qədər, yəni qəlblərində acı, kədər olmasına baxmayaraq, çiçək səpməyə belə məcburdular. Qan içən padşaha hazırlandı istiqbal. İstiqbal, burada iki mənası var istiqbalın.
Bizə lazım olan mənası qarşılama prosesidir. Yəni bayaq dediyim. Kimsə çıxır, sən də onun qabağına gedirsən, qarşılayırsan. Çıxmalısan qarşıya, istəyir ol, öl, istəyir qal. Elə bil olmamışdı dünənki kəşməkeşdə, çıxdı güləş üzü ilə o bəxtəvər günəş də. Burada önəmli detal nədir? Deməli, dünən hələ müharibə baş verib, bunların yaxınları qırılıb batıb. Elə səhərsi gün bunlar nə etməli idi? Zorla o yası unudub çıxmalıydı yeni padşahın qabağına. Və hətta burada da güləş sözü var. Güləş də elə gülər deməkdir. Gülər üz məqamındakı gülər. Deyir ki, çıxdı gülər üzü ilə o bəxtəvər günəşdə. Yəni sanki günəş də bu padşaha tabe olur və onun bu qayda qanunu sanki onun da üzərində keçərlidir. Bütün şəhər silkinib, əsər qoymadı pasdan, dünənki matəm hanı doğrudan çıxdı yasdan. Düşmən şahın gəlişi qanuni bayram oldu, bir çox dərdli ürəklər qanlı sevinclə doldu. Qəribədir bu insan, al əlindən canını, istəyirsən ovuca hortlat axan qanını, qoparıb əz qəlbini əylən çırpınması ilə sürükləyib yerlərdə, beyninin bağası ilə, heç baxma istəyirsən, saflığa, günaha əs, bir yırtıcı cəllad ol, doğra, parça-parça kəs. Qadınsa tut boğ onun, qan qusan fəryadını, qoy çıxarsın yadından sevdiyinin adını. Qızsa dağın döşündə, ləhlət gün qızmarında, gəlinsə hərraca qoy əsirlər bazarında. Sonra çəkil, uzaqdan məğrur baxışla bir bax, görəcəksən ölənlər baldırında bağırsaq, sənin qanlı əlində bitməz qüvvət var deyə, hazırdı bağışlayıb dadsız-dadsız gülməyə. Baxın, bəlkə də ən ağır misralar burada yer alır və insan psixologiyası barədə önəmli bir məlumat var burada. Əvvəla biz burada görürük, müəllif çox maraqlı məqama toxunur. Deyir ki, baxın, sonrakı misralar bəhs edir elə sizə. Deyir ki, sənin qanlı əlində bitməz qüvvət var deyə, digər insanlar, hansı ki sən onun qanlarını hortlatmısan, hansı ki sən onları yeri gələndə bazarda satmısan, namusuna ləkə gətirmisən, təcavüzkarlıq eləmisən, yenə də sənin əlində qüvvət var deyə səni bağışlamağa və sənin üzünə dadsız-dadsız gülməyə hazırdır. Fikir verin, burada müəllif güc faktorunun necə böyük bir şey olduğunu bizə izah edir. Yəni, nə qədər cəllad da olsan, qadın demədən, qız demədən, sən onların namusuna da toxunsan, insanların qanını da içsən, baldırında bağırsaq, yəni bağırsaqları çölə tökülsə belə, fikir verin, vay be, necə dəhşətli səhnədir. Bəzən düşünürəm ki, bunu şagirdlərə vermək biraz, nə bilim, bunu belə eləsən, o cəza anında belə sanki səni bağışlamağa hazırdır, fikir verin. Güc faktorunun önəmindən danışır. Yəni, burada həqiqətən Əhməd Cavad önəmli bir psixoloji detallara da toxunubdur. Bunlara da diqqət eləmək lazımdır. Sən nə qədər bu, deyək ki, xüsusiyyətlərə malik olsan da, hansı ki, bu xüsusiyyətə normal insan malik olmaz da, düzdürmü dostlar? Əlbəttə ki, zalımlıq ancaq mənfi insan xüsusiyyətidir. Davam edək. Hazırlandı baş keşiş, meçid həyətində də eyni ilə canlandı iş, danışdı şişman xoca. 3 saatdan yuxarı hazır qıldı beyətə mömin müsəlmanları. Deməli, uşaqlar, burada önəmli məsələ nədir? Baxın, burada önəmli məsələ bundan ibarətdir ki, burada bizim keşiş obrazımız var. Məscidi də bilirsiniz də, məscidi yazıb, amma məsciddir düzü. Bir də xoca, yəni müsəlmanların şeyxləri, xocaları adlandırdığı şəxslər var. Fikir verin, normalda bu ikisini bağlasan yanaşı durmaz, düzdürmü? Çünki bunlar tamamilə deyək ki, fərqli dinlərin, deyək ki, möminləridir, fərqli dinlərin ibadət edən şəxsləridir. Onları normalda bağlasan bir yerə durmaz. Amma sırf padşahın gəlişi naminə hər ikisi də durub bir qardaş yana, yan-yana və hətta bizim o xocamız 3 saatdan yuxarı danışıb hazır qıldı beyətə, yəni ki, qarşılamağa hazırlaşdırdı müsəlmanları.
3 saat danışıb müsəlmanların beynini yuyub ki, bu adam gəlir, biz onu qarşılamalıyıq. Xaç ilə keşiş çıxdı, müsəfi ilə şeyxana çıxdılar istiqbala. Xaçla məsəf yan-yana. Bax, bu 3 nöqtədə nə məqamları var? Fikir verin. Keşişin öz, deyək ki, simvolu nədir? Xaç. Müsəfdə uşaqlar, kitab deməkdir. Əsasən Quran haqqında istifadə olunur. Şeyxdə nə ilə çıxıb? Quranla çıxıb. Çıxdılar istiqbala, yəni nəyə? Qarşılamaya. Və xaçla deyir, məsəf yan-yana. Normalda bu görülən iş deyil axı, yox? Qarnı tox, tacirbaşı dingildiyib gedirdi şeyxlərlə yanaşı. Fikir verin, bizim bu qaniçən hökmdarımıza hansı ki onun üzünə baxmalı deyil. Xüsusən keşişdirsə, xocadırsa, yəni şeyxdirsə, bu insanlar zülmün tərəfində olmalı deyillər də, düzdürmü? Zülmün əks mövqeyində olmalıdırlar. Zülmə qarşı olmalıdırlar. Amma bunlar bu ikisi birləşib hələ yanlarında tacir də var. Yəni ticarət işi ilə məşğul olan adamlar da var. Yəni sizə desələr, siz artıq bilirsiniz ki, yüksək mövqedə olan insanlar, xüsusən dindar insanlar, əhalinin, məzlumların yanında olmaq yerinə hazırlaşırlar. Hazırlaşırlar nəyə? Burada qarşılamağa. Davam edək. Deməli, burada beyət sözü bu arada itaət etmə, tabe olma, boyun əymədir. Fikir verin, o detalı deyəsən demədim, yenə dediyim. 3 saatdan yuxarı danışıb bu adam və müsəlmanları itaətə cəlb eləyir. Fikir verin, ha. İtaətə layiq olan Allahdır. İnsanlar yox. Amma bu xoca nə edir? O qədər mənliyini itirmiş bir şəxsdir ki, fikir verin, gücün tərəfində durur. Yəni, İnsan əlindən yerə düşməzdi iynə atsan, yalnız küçələr deyil, evlər gətirdi insan. Dırmaşmışdı uşaqlar mazğallı divarlara. Bu arada dilimizdə mazğal nə deməkdir? Birinci bunu bilək. Mazğallı artıq sifətə çevrilib. Mazğal qala divarlarında atışma üçün qoyulan deşikdir. Ona görə də diqqətli olun yoldaşlar. Belə sözlər, yəni düşər, hardasa düşər. Bir də gördün onu da salıblar. Ona görə mən hər zaman ehtiyat etməyi tövsiyə edirəm. Davam edək. Deyir ki, boylanıb dururlardı ürkək, zəif, avara. Yəni bu cəmaət yığışıb. Burada təbii ki bir məcburiyyət var. Bunlar indi uşaqlar maraqlarından yığışır. Uşaqdır, başa düşmür vəziyyəti, o heç. Amma digərləri, xüsusən böyükləri məcbur ora gətiriblər və hamısı gözü deyək ki qorxub. Dam üstündə qızların solğun dodaqlarında, boylanan gəlinlərin islah yanaqlarında, solan hüznün yerində indi vardı bir maraq, nə çiçəklər yetirir bu qan qoxulu torpaq. Sayılırkən əvvəldən bir ölkənin pənahı, qarışmışdı xalqına ölkənin məğlub şahı. Aha, artıq məğlub şah obrazı bizim əsərimizə daxil oldu və o qədər pis bir vəziyyətdədir ki, təbii ki, dili yoxdur danışmağa, başını aşağı əyməlidir, çünki məğlub olubdu. Əvvəllər ölkənin pənahı sayılırdı, indi də xalqdan adi bir insana çevrilib. Şahın bugün ağır daş asılmışdı boynundan, çıxmırdı əlləri xələtinin qoynundan. Yəni bir fağır adama çevrildiyini bizə müəllif çatdırmaq istəyir. Keçən gündə edərkən Allahlıq iddiası, indi bu son cəlala kəsildi, durdu asi. Fikir verin, əvvəllərdə Allahlığı iddiası edirdi, indi bu cəlalı, dəbdəbəni, əzəməti görüb. Artıq nə etsin? Yeni bir padşah var, özü də qalib olub. İndi susub, başqa cür edə də bilməzdi. Müəllifin burada sərt fikirləri ortaya girir. Deyir, gir yerə ey padişah, sənin bu boş başından nələr çəkdi məmləkət, bir soruş göz yaşından. Və biz burada müşahidə edirik ki, o müəllif tərəfindən qınanılır. Açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vurhavuru. Toz ərşə dayandı, göy dumanlandı, torpaq şaha qalxdı, toz da canlandı. Qıvrıla boz bir əjdaha, gəlirdi salama büzülmüş şaha. Qaçdı məğlub şahın bəti bənizi. Burada da yenə gəlir
bizim bu qalib padşahımız gəlir, məğlub şah da bu vəziyyəti görür, bir toz duman qalxır, bir əjdaha kimi üstünə gəlir. Nə edir? Bəti bənizi qaçır. Çünki hələ aqibətini bilmir axı. İstidən bayıla, tərdən boğula, birdən bütün başlar çevrildi yola. Gözlər qıyılaraq qaşlar çatıldı, qələnin bürcündən toplar atıldı. Qala da bilirsiniz, qala deməkdir, bürc də mühafizə qülləsidir. Qalanın belə hissələri olur uşaqlar. Çıxıntılı. Bax bu bizim olsun qalamız. Bu qıraq hissələrə onlara deyilir. Demək, ikinci hissəmizə artıq keçid edə bilərik. Görək ikinci hissədə bizi hansı hadisələr gözləyir. Deməli, ikinci hissədə artıq deyir, nədənsə qatilləri boğmayırmış göz yaşı. Gəldi uğursuz xaqan, əyildi xalqın başı. Deməli, uşaqlar, burada önəmli məqam nədir? Uğursuz dedikdə, yəni müharibədə uğursuz olub məğlub olanmı nəzərdə tutulur, yoxsa məğlub, yox, qalibmi? Burada uğursuz deyəndə, yəni mənfi mənada. Bəzən deyirlər, qara pişik uğursuzluq gətirir, uğursuz pişik. Bax, bu da o mənadadır ki, bu xaqan o qədər də xoş qədəmdən gəlməyib. Yəni, burada nəzərdə tutulan kimdir? Qalib şahdır, məğlub deyil. Bunu yadda saxlayaq. Yəni, orada müharibədə məğlub olmuş, uğur qazanmamış adamı demir. Baxaraq azğın-azğın qan daman gözləri ilə, ürəkdən məğlub şahın əyləndi sözləri ilə. Yəni, burada da siz görə bilirsiniz ki, hələ bir, deyək ki, məğlub şaha baxaraq onunla da əylənir ki, sən uduzmusan, məğlub olmusan, mən isə qalibəm. Qalxdı başlar səcdədən, başladı çirkin hesab, dodaqlar üzəngidə, öpüldü çaxcur corab. Səcdə bilirsiniz, fikir verin ha. Normalda bir insan səcdəyə layiq deyil, düzdürmü? O müqəddəs deyil axı. Amma bunlar onun qarşısında, yəni qalib şahın qarşısında səcdə edirlər. Və deyir, başladı çirkin hesab, dodaqlar üzəngidə, üzəngi də bilirsiniz də, deməli, yəhərdən səhv etmirəmsə sallanır, dəmir ayaq qoymaq üçündür. Və bunun ayağını öpürlər, öpüldü çaxcur corab. Yəni çaxcur nədir? Şalvar nəzərdə tutulur. O dövrdə geyinilmiş xüsusi bir geyimdir və corabı öpüblər. Samur kürkün ətəyi öpüldükcə marça-març ayini təqdis etdi məshəf ilə qızıl xaç. Samur bilirsiniz, samur nədir? Boz rəngi qiyməti xəzi olan yırtıcı heyvandır. Burada bahalı bir kürk geyinib, onun ətəyi də öpülür, bunun ayağı da öpülür, ətəyi də öpülür, üzəngini belə az qala öpsünlər. Və deyir, ayini təqdis etdi. Məshəf ilə qızıl xaç, bayaq o Quran və əlində xaç tutmuş din adamlarını deyir. Ağsaqqallı bir qoca, bir ehtişam əsiri, uğursuz hökümdarın 5 tuğlu baş vəziri yetirdi məğlub şaha buyruğunu xaqanın. Burada artıq biz yeni bir adam tanıyırıq, 5 tuğlu baş vəzir. Tuğ nə deməkdir uşaqlar? Tuğ dedikdə lələk nəzərdə tutulur. Qədimdə vəzifəlilərin baş geyimlərinə taxdıqları tük və ya saçaq şəklində olan bəzəyə deyilir də bir növ. Belə başa düşə bilərsiniz. Bu da sanki 5 dənədirsə, deməli daha dəbdəbəli bir necə deyərlər, həyatı var, vəzifəsi də elə belə deyil, baş vəzirdir. Deməli bizim bu qalib padşahın baş vəziri məğlub şaha görək nə yetirib, nə deyibdir? Malın, mülkün bizimdir, amanda ancaq canın. Qarşı çıxdın xaqana, tutmadı, söndü baxdın. Qılınc çaldıq, qazandıq, bizimdir tac və taxtın. Deməli, bura qədər gəldik. Deyir, malın, mülkün bizimdir. Yəni, şərt qoşur ki, sənin əlində nə var, nə yox, hamısı bizimdir. Amma canını bağışlayırıq. Yəni, o qədər cəmaatı qırıb bir dənə məğlub şaha dəymədi də. Qarşı çıxdın deyirsən xaqana, yəni mühasirədə necə deyərlər, güc gəlməyə çalışdın, amma deyir tutmadı, yəni baş tutmadı, alınmadı, bəxtin söndü. Və biz də nə etdik? Qılınc çaldıq, müharibə elədik, qazandıq, indi də bizimdir sənin tacın, taxtın. Yaşasın bağırtısı qopunca hər bir yandan hərəkət əmri verdi lələkli baş komanda. Görürsünüz, burada da Tuğluydu, bayaq da Tuğlu məsələsinə toxunduq, indi də lələkli baş komandan deyir. Və deyir, yaşasın bağırtısı qopdu, fikir verin ha. O qədər əhali qandı bağırları, amma yenə də məcburən sanki onu dəstəkləyirlər fanatik olaraq.
Beləcə əski parça bir çırpma ilə atıldı, bütün bu ölkə xalqı çox ucuza satıldı. Burada da yenə də xalqın müstəqilliyini itirməsi önəmli bir məqamla qeyd olunub. Baxın, əski parça deyəndə bunların, yəni məğlubların, bu xalqın bayrağı nəzərdə tutulur. Bir çırpma ilə deyir atıldı, əski parça adlandırır bayrağı. Və deyir, bütün bu ölkə xalqı çox ucuza satıldı. Yoxsullar boğularkən bu qanlı yaslı vayda, xaqan qalmışdı eyşə bağlardakı sarayda. Yenə yoxsulların evə gedirlər, öz dərdləri yadlarına düşür, düzdürmü? Xaqan da gedib eyş işrət məclisinə, yəni kef məclisinə. Xaqan da yenə qalib şah nəzərdə tutulur. Demək, Bağlardakı sarayda eyşə dalıb, mərmər sütunlu qəsrin sarmaşıqlı eyvanı çıraqlarla bəzənmiş nurladırdı hər yanı. Çiçəkli köşkü axşam bəzətmişdi əski şah, Xaqan demişdi, indi kef etməmək bir günah. Mənim sadiq vəzirim, gəl baxaq hesaba, vəzirimin saqqalı boyansın bir şəraba. Fikir verin, burada Xaqanın nitqindən sözlərə də yer verilir və o hesab edir ki, belə bir gündə kef eləməmək sanki bir günahdır. Və hətta vəzirini də dəvət edir, deyir, vəzirimin saqqalı boyansın bir şəraba. Yəni, onu da dəvət edir. Göstərdilər Xaqana kəsmə telli bir qızı, dedilər ki, bu Sara ölkəmizin ulduzu. Burada artıq, baxın, o hansı ki yaltaqlananlar var idi, dindarlar ola bilər, tacirbaşı ola bilər, belə insanlar, yəni ölkədə o Xaqana yaranmağa çalışan insanlar nə edirlər? Kəsmə tellidir bir qızı, yəni Saranı ölkəmizin ulduzu adı ilə təqdim edirlər kimə? Hökümdara, sanki bir bəxşişdir. Fərqi yox, qoy süzülsün, baxsın belə dərindən, nə anlar sərxoş baxış Saranın gözlərindən. Yəni onların vecinə də deyir ki, Sara orada ruh kimi durub. Təbii ki, o pis vəziyyətdədir, çünki onun eli obası yağmalanıb, sevdiklərini itiribdir. Belə bir qızın üzündən nur axası deyil ki, ağlayacaq da yox. Amma deyir, bizim üçün fərqi yoxdur, onsuz da orada Xaqan sərxoş olacaq. Belə baxışlardan, belə dərinlikdən nə başa düşəcək ki, nə qanacaq ki? Kim ki Saranı gördü, çəkdi xeyli yanıq, bir şey qanmadı ondan, o qəlbi kör padşah. Deməli, başqaları Saranın vəziyyətini görəndə artıq o qədər pis vəziyyətdədir ki, onu görüb çəkirlər. Amma Xaqan ona baxdısa da anlamır bir şey. Çünki o kördür hər mənada, mənəvi mənada da. Parlayan aləmləri anlarmı qan içənlər, nə bilir çiçək nədir, kör gəlib kör keçənlər. Burada da yenə önəmli, maraqlı bir deyək ki, misra bizi qarşılayır. Çox gözəl ifadə olunubdur. Oxsun əmri çıxdı, Sara coşdu bir daha. Can verən sərxoş gecə, ölürkən yorğun əzgin, coşdu qızın səsində, ölkədə qaynayan kin. Deməli, qızın səsində nə var? Qızın səsində o kin duyula bilir. Yəni, orada Sara gəlib, belə deyək də, şən bir mahnı oxuyub da, necə deyərlər, hamını məmnun eləmir. Orada bir kin var idi onun səsində. Boş yerə bir ölkənin haqsızca axan qanı Saranın dodağında canlandı, oldu mahnı. İndi bu kin duyulur. İndi gəlin görək, bəs bu şərqinin sözlərində nə var? Bu mahnının sözlərində nə var? Deyir, mən ki səndən doymamışdım, quş qonmağa qoymamışdım, bir almanı soymamışdım, kim sənə kəc baxdı, bağlar. Sizi çaşdırmaq üçün dağlar deyə bilər, diqqətli olun, burada bağlardan söhbət gedir. Darğınam, mən belə baxda, ürəyim qan, laxta-laxta. Bax ki, kimlər çıxdı taxta, küstü kimin baxdı, bağlar. Burada da artıq o sözlərdə də o kini biz görə bilirik. Hansı ki, o bəxtinə görə darğındır, yəni bəxtinə görə üzgündür və hətta burada deyir ki, bax ki, kimlər çıxdı taxta. Yəni, gör kimlər çıxıb taxta, küstü deyir, kimin baxdı, bağlar. Çıxmamış gün atmamışdan, qanlı bir toz qalxdı yoldan. Qoç igidlər oldu qoldan, qanlı kəfən taxtı bağlar. Burada da gördüyünüz kimi fikir versəniz, müharibə şəraitini də izah edir ki, qoç igidlər oldu qoldan, qanlı kəfən taxtı bağlar. Yəni, əslində o qıza baxanda bəlli olmalıydı. Yəni, şah ayıq adam olsaydı, qanan adam olsaydı, bilərdi ki, Sara da ona nifrət edir, təbii ki. Amma Xaqan sərxoş idi, hər mənada, qana susamış insan idi.
Sara susunca Xaqan xırlayıb bağırdı. Hey, mən Saranın əlindən istərəm bir qədəh mey, yəni şərab. Deməli, burada da siz yenə Xaqanın nitqini görürsünüz və o Saradan şərab istəyir. Və burada önəmli bir an var. Saranın biraz keçmişi barədə bilgi alırıq. Deyir, bir oxla ayrılmışdı Sara nişanlısından, düşündü, intiqam al, gəl onun qanlısından. Deməli, biz görürük ki, Saranın nişanlısı, indi adını da öyrənəcəksiniz, Argun, müharibə şəraitində həlak olubdu, ox vasitəsilə, baxın, oxla ayrılıb onlardan və belə bir məqamda da artıq biz nə edirik? Bunu yadda saxlayırıq uşaqlar, çünki bu önəmlidir. Arqunu görməmişdi, son nəfəsdə gülərkən, indi görmək istədi cəlladını ölərkən. Burada sizi çaşdırmaq üçün deyəcəklər ki, güya Arqun buna deyib ki, son nəfəsində get mənim intiqamımı al və yaxud da Sara nişanlısı Arqunu son nəfəsində görüb. Bu tamamilə yanlışdır, yəni onu görməyib, o barədə heç bir bilgisi yoxdur. Sadəcə olaraq eşidib ki, o nişanlısı, yəni həlak olub o döyüşdə və bir oxla yanlarından ayrılıb. Və deyir ki, indi də istəyir ki, son nəfəsində nişanlısını görməsə belə, deyək ki, cəlladını heç olmasa ölərkən görsün. Fırlatdı bir qəhqəhə, çılğınca qalxdı birdən. Argun, sən olmadıqda yaşayaram necə mən? Argun, yetiş hardasan? Qaldır mənim qolumdan, qurtarım öz yurdumu həqarətdən, zülmdən. Yəni burada sadəcə o uşaqlar romantik hisslər yoxdur. Baxın, burada önəmli məqam nədir? Deyir ki, qaldır məni qolumdan, qurtarım öz yurdumu həqarətdən, zülmdən. Yəni eyni zamanda həm sevgilisini düşünür, həm də ki, vətənini, millətini düşünür ki, mən bu addımla onları da xilas edəcəm. Sara süzdü bir daha, əlində gülgün qədəh. Gülgün sözünün mənasına diqqət edin. Bu qızıl gül rəngində deməkdir, yəni al, qırmızı. Mey süzüb də təbii ki. Rəqqasələr də qalxıb başlayınca süzməyə. Süzmək burada oynamaqdır. Yəni süzməyin bir mənası da var, rəqs eləmək. Yəni baş qarışıb, araya rəqqasələr girib, hamının fikir qarışıb ora. Bu da tez o iti bir hərəkətlə deyir, zəhər qatdı qızməyə, indi onun halını güclü gətirməkdirə. Ürək çırpıntısından çapqınladı mey belə, qadınlıq qorxusundan yarıldı gülgün dodaq. Yəni bu qədər cəsarətli bir addım görüb, iş görüb. Ancaq onunla belə təbii ki, qorxunu hiss edir. Yanaşdı titrəyişlə düşmən şaha bir sayaq. Qansız dodaqları ilə öpdü şahın əlindən. Baxın, burada təbii ki, sən boyun əyməlisən. Və o şərabı verərkən onun əlindən öpür, deyir, buyursun padişahım, zorla çıxdı dilindən. Yəni burada siz Saranın da yenə də nitqini görürsünüz. Zorla çıxdı dilindən, sən çoxdan içməliydin bu gülgün zəhri, ey şah. Şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Və bununla da biz görürük ki, padşah o artıq meyi içib və təbii ki, həlak olubdu. Və burada da şah öləndən sonra nə baş verir uşaqlar? Çaxnaşma düşür. Deyir, şahı ölmüş görəndə açılan gülgün səhər, qarışdı məclis bütün, qaçışdı rəqqasələr, ayaqlandı bütün xalq. Artıq burada ümumxalq mübarizəsi baş verir. Yəni başsız bir ordu var və təbii olaraq da bu ordunu məhv eləmək daha asandır. Arvad, uşaq, qocalar çarpışdı son gücü ilə. Burada artıq siz görürsünüz ki, yəni yaşlılardır, uşaqlardır, qadınlardır, onlar da bu vuruşmaya sanki qoşulur, bu xalq üsyanına qoşulurlar və deyir, düşmən oldu tarmar, yəni məhv oldu və bir qızın hümməti ilə gözəl qız həmin ölkə dustaqdan azad oldu. Bax, burada gözəl qız deyəndə artıq səsli qıza müraciət edir. Elə bir mən burada validə danışıram, mən danışıram Sara haqqında, deyirəm, görürsən də gözəl qız, Saranın aqibəti belə oldu. Yəni oradakı xitab Saraya deyil, onu biləsiniz. Və burada biz görürük ki, hümmət sözü də bu arada qeyrət deməkdir. Yəni hərəkəti ilə, qeyrəti ilə bir ölkə dustaqlıqdan azad oldu və deyir, Sara adı xalq üçün ən sevimli ad oldu. Yəni xalq bildi ki, onun qəhrəmanı kimdir. Və deyir, azadlıq eşidincə gülümsəmə belə şad. Fikir verin, burada biraz təzadlı məqamlar ortaya çıxır. Yəni sən azadlıq
eşqi ilə yanıb tutuşursan və əlinə belə bir şans keçir. Amma müəllif yenə də düşünür ki, bu azadlıq həmin azadlıq deyil. Deyir, Saranın məmləkəti köhnə mənada azad. Orada hər şey asılı, qan içən bir kraldan, sor orada hürriyyəti, yəni azadlığı, baftalı generaldan. Yoxsullar o ölkədə özgəyə can vermədə, hürriyyətin barını tox qarınlar dərmədə. Yəni hər bir halda bu padşah biri gələr, biri gedər. Yenə də bu azadlıq tam o deyil. Tam o istənilən azadlıq deyil. Çünki burada yenə də kral var, yenə də o general var, yenə də əmir qulları var. Və təbii ki, yenə də zülm var. Və deyir, hürriyyətin barını tox qarınlar dərmədə, sən ancaq istibdadın, eşitmisən adını. İstibdad nə deməkdir uşaqlar? Bunu da araşdırmaq lazımdır. İstibdad özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulu. Yəni deyir, sənin üçün hər şey asandır. Sən indi bunun sadəcə adını eşitmisən. Amma deyir ki, bax alnımda mənim izi var. Görmüşəm mən dadını. Yəni deyir, sən elə bir dövrdəsən ki, sən o zülmü görməmsən, amma mənim alnımda da izim var və onu mən görmüşəm, onu dadmışam bir növ. Deyir, bir bu süzgün baxışla gün düşən dağlara bax. Mən bu yaşıl dağlardan illərcə düşdüm İraq. Bir növ burada artıq Əhməd Cavad sanki öz dövrünə qayıdır. O hekayəni danışdıqdan sonra öz dərdini də yada salır, öz köhnə günlərini də yada salır. Daha doğrusu köhnə demək, elə öz dövrünü də yada salır və deyir ki, mən də dadmışam bunu. Yəni Əhməd Cavadın məqsədi burada keçmişə gedib krallardan, padşahlardan danışmaq deyil əslində. Biz bilirik onun yaşadığı dövrü və onun yaşadığı dövrün də o baftalı generalları kimdir, padşahları kimdir, bunu yaxşı bilirik. Və deyir ki, o qanlı günlər hala, bugünkü günlər hara. Gözəl qız, yaxşı vaxtda başladın gül açmağa. Bugün sənin yurdunda nə qul vardır, nə ağa. Sən bu sərbəst göylərin sərbəstcə ulduzusan. Qayğısız bir ölkənin qayğı bilməz qızısan. Sərbəstdir alnındakı qıvırcıq tellərin də, sərbəstdir sənin kimi gün görmüş ellərində. Elə isə bir də coş səsin düşsün dağlara. Sən kimdən çəkinirsən? Qız hara, susmaq hara. Fikir verin uşaqlar. Müəllif özünün yaşadığı dövr barədə danışarkən yenə də çəkinir və deyir ki, məndə o iz də var, mən də o istibdadı dadmışam, necə ki Sara öz dövründə dadıb, mən də həmçinin. Amma deyir, sən daha sərbəstsən, sən daha qayğısız bir ölkədə doğulmusan, böyümüsən və belə bir vəziyyətdə deyir, sən kimdən çəkinirsən, qız hara, susmaq hara. Təbii, burada səsli qız bir növ bizim deyərdik ki, Azərbaycan qızlarının nəyi olmalıdır? Ümumiləşmiş obraz olmalıdır. Bizim qızlarımız da eyni formada haqsızlığa susmamalı, çəkinməməlidirlər. Çünki təbii o dövrdən bu dövrə müəyyən qədər fərq var. Bəzi şeylər çox dəyişməsə də. Ümid edirəm ki, izah verərkən bir anlaşılmazlıq olmadı. Yenə sualınız olsa yazarsınız, amma yenə də buradakı hissələri də uşaqlar oxuyun, dəyərləndirin. Min cür qayda kitabı var, amma ən gözəlini sizə dərslik verəcək. Deyir, Əhməd Cavadın iri həcmli əsərlərindən olan Səsli qız poemasında toxunulan məsələlər çoxdur. Fikir verin. Burada artıq mövzuya biz keçid edirik. Yoldaşlar, diqqətli olun. Hansı məsələlərə toxunub? Vətənə məhəbbət var. Sara vətənini sevir. Azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması var. İşğalçılara nifrət var. Bayaqdan biz görürük. Və deyir, əsərin hər səhifəsində bunlar diqqəti təbii ki, cəlb edir. Siz bilirsiniz, Əhməd Cavad necə bir şəxsiyyət idi? Onu Cümhuriyyətin şairi də adlandırıblar. Deyir, Əhməd Cavad bir vətəndaş və şair kimi milli azadlığa böyük önəm verdiyi məlumdur. Və əsərdə epik təsvirlərə geniş verilib, buna görə hətta onu epik poema da adlandırırlar. Yadda qalan insan obrazları da yaradılmışdı. Deyir, bu obrazların əksəriyyətinin iç dünyası, portreti bir neçə kəlmə ilə ifadə edilib. Məsələn, qalib şahdır, məğlub şahdır, siz onu çox görməsəz də, təbii ki, obrazların çox böyük bir iştirakı olmasa da, ən azından az da olsa sizin burada təsəvvürünüz yaranır. Düzdürmü? Və bilirsiniz bunların bir-birindən ayrılmasını. Deyir ki,
Bu, eləcə də əsərdəki yığcam təsvirlər, obrazlar barədə dolğun təsəvvürün qazanılmasına imkan verir. Oxucunun diqqətini daha çox cəlb edən obraz isə poemanın, baxın, baş qəhrəmanı Saradır. Saranı siz axırdan axıra görürsünüz, amma yenə də biz onu təbii baş qəhrəman hesab edirik. Şair əsərin ilk səhifələrində oxucunu səsli qız adlandırdığı bir qızla tanış edir. O hissələri sizin kitabınızda yoxdur uşaqlar, sizə bayaq göstərdiyim daha geniş versiyada var burada. Və davam edirəm. Və bu qız gözəl səsi ilə şairi heyran edir. Yəni əsərin əvvəlində səsli qıza bir növ məthiyə var sanki. Baxın, deyir sənin səsin gözəl qız, səslərin ən gözəli. Eşitmədim belə səs, dünyanı dinləyəli. Yəni burada söhbət deyək ki, səsli qızdan gedir, Saradan getmir. Qayıdaq həmin hissəyə, yadınızdadırsa buranı az əvvəl biz oxumuşduq, təkrar eləmirik. Poemanın sonrakı səhifələrindən məlum olur ki, Sara vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan cəsarətli qızdır. Düşmənə yararlanan yaltaq həmyerliləri isə onu kef məclisinə gətirir və qalib hökmdara ölkəmizin ulduzu adı ilə təqdim edirlər. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı sarsıdıb. Dodaqlarının qanı qaçan solğun bənizli Sara yas içindədir. O, rəqs etməyə, mahnı oxumağa məcbur edilir. Sara oxuyur, onun səsində ölkədə qaynayan kin, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət əksini tapır. Saranın qan içən hökmdarı zəhərləyərək öldürməsi ümumxalq üsyanının başlanmasına, nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olur. Qalib hökmdar obrazı, burada önəmli detallar var uşaqlar. Deyir ki, poemada az görünsə də oxucunu onun qədərincə tanıya bilməsi verilib. Qanlı əməlləri onun haqqında ətraflı təsəvvür yaradır. İşğal etdiyi ölkənin əhalisini qılıncdan keçirən xaqan yas içində olan yerli adamları ertəsi gün bayram keçirməyə məcbur edir. Poemadakı təsvir və işarələr bu obrazı əhatəli etməyə və s. bunlar lazım deyil. Məğlub ölkənin hökmdarı, varlı adamları, din xadimləri barədə poemada deyilənlər onların xarakteri, əməlləri üçün səciyyəvi cəhətləri müəyyənləşdirməyə kömək edir. Bunları zaten bir-bir mən sizə demişdim. Aha, önəmli bir hissə daha burada yer alır. Deyir, bitkin kompozisiyası, maraqlı süjet xətti olan poema, orijinal məcazları dilinin aydınlığı ilə diqqəti cəlb edir. Səsli qıza müraciətlə deyilənlərin əks olunduğu ilk səhifələri poemanın proloqu saymaq olar. Və bunun ardınca əsas hadisələrin təsviri də başlanır. Daha sonra burada da müəyyən deyək ki, detallar var. Mən sizə əsas olanları demək istəyirəm. Ümid edirəm ki, məni başa düşərsiniz. Deməli uşaqlar, burada nə var? Deyir, poemanın dərin ictimai-siyasi məzmununu duymaq çətin deyil. Bax, bura önəmlidir. Deyir, şair tarixlərdə oxuduqlarını yox əslində. Vətənində 1920-ci ildə gördüklərini onda yaratdığı təəssüratı, ürək ağrısı, hiddət, qəzəb, dərin təəssüf hissi ilə qələmə alır. Amma burada bir don geyindirir də, düzdürmü? Sən açıq-aşkar desən ki, mən yazmışam Rusiyanın bizə çəkdirdiklərindən, bizə çəkdirdiyi əzablardan, onda sənin axırın yaxşı olmaz. Ona görə də bir növ tarixlərdə oxumuşam deyərək bunu nə edir? Əhməd Cavad bizə təqdim edir. Çünki məcburdur axı. Və deyir, poemadakı məğlub ölkədə baş verənlərlə azadlığı əlindən yenicə alınmış ölkəmizdə müşahidə olunanların arasında oxşarlıqlar çoxdur. Suverenliyinə, azadlığına qəsd edilmiş Azərbaycan xalqı milli dövlətinin devrildiyi günü bayram etməyə təhrik olundu. Yəni AXC-nin süqutu bizdə bayram kimi qeyd edilməyə nə oldu? Təhrik olundu, məcbur olundu. Yəni mən AXC-nin süqut etməyini istəmirəm, amma süqut edib Rusiyada məni məcbur edir ki, bunu qeyd edə. Bax, fikir verdiniz, səhnəni xatırladınız. Qalib şah gəldi, bizi bərbad bir vəziyyətə qoydu, dağıntılar, sarsıntılar, hər şey oldu və sonra da mənə dedi ki, sən qətiyyən yas tutmursan, sən əylənməlisən, bugün bayramdır. Fikir verin. Belə. Ümid edirəm sizin ağlınızda olan suallar artıq yekunlaşıb və qaranlıq qalan məqam qalmayıb. Sağ olun, salamat qalın.